bir vacib məqama Buyurun Neyman diqqəti müəllim. cəlb etmək Buyurun. istəyirəm. Keçən illəri 2024-cü ilin yayında Şuşa şəhərində Türk Dövlətləri Təşkilatının dövlətlərinin qeyri-formal sammiti keçirildi. Düzdür? Bu sammitin keçirilməsinin təşəbbüskarı Azərbaycan Prezidenti Cənab İlham Əliyevdir. O zaman ağlımıza bu gəlmirdi. Amma Cənab Prezident görün nə qədər uzaq görən siyasətçidir ki, əslində Şuşada qeyri-formal sammit keçirməklə Avropanın mərkəzində olan Macaristanda sammit keçirilməsinin ənənəsini qoydu. Buna hüquqi baxımdan şərait yaratdı. Çünki sammitlər keçirir Türk Dövlətləri Təşkilatının üzvü olan dövlətlər. Macaristan üzv deyil, o müşahidəçi statusunda deməli, Cənab Prezident qeyri-formal sammiti keçirmənin şərait yaratdı ki, Macaristan, Avropanın mərkəzində səndə bu tədbir keçirilən bütün Avropanın diqqəti ora cəmlənəcək şərait yaradıram ki, növbətini sən keçir. Çünki mən bunu Şuşada keçirməsəm, sən müşahidəçi statusundasan, sən sammit keçirə bilməyəcəksən. Fikir verirsiniz, necə strateji yanaşma, necə Ümumiyyətlə, strateji... Şuşada baş verən o tədbir, o Borelin səyahətinə ciddi təsir göstərdi. O vaxtdan özünə gələ bilmədi. İndi istifaya çox nə qədər müalicəyə xərci çıxır, o vaxtdan isterikaya düşmüşdü. Bu, Avropanın, yəni iki məsələ var idi. Həm Şuşada keçirilməsi, siz demişkən, həm də Şimali Kiprın ora dəvət olunması ümumiyyətlə onları narahat elədi. Əlbəttə, indi Macaristanda biz istəyərdik Şimali Kiprdə iştirak eləsin, amma hələ ki o real deyil. Amma ən azı sənəddə Macaristanda bu salındı. Amma bir prezident yarandı. Bəli. Qeyri-formal sammit keçirmək prezidenti. Üzv olmayan dövlətlərlə sammit keçirmək hüququ artıq təsdiqləndi. Deməli, Cənab Prezidentin bu addımının növbəti biz təzahürünü onda görə biləcəyik ki, bu perspektivdə Şimali Kipr Türk Cümhuriyyəti də analoji ev sahibliğini etsin. Və bu hüquq baxımından eynidirlər. Macaristan nə qədər bu Türk Dövlətləri Təşkilatına yaxındırsa, hüquq baxımından o qədər də Türk Cümhuriyyəti. Artıq onun izi qoyuldu. Ağsaqqallar Şurasının, üzr istəyirəm, Ağsaqqallar Məclisinin deyəsən, orada keçirilməsi. Və eyni zamanda parlamentdə bir dostluq qrupu var da, o fəaliyyət göstərir. Yəni fikir verirsiniz, necə strateji düşüncə, strateji yanaşma, qlobal yanaşma, biz onun nəticələrini görürük. Nəticəni görəndə o deyib barmağını dişləyirsən ki, aha, bu yayda keçən yayda bunun artıq əsası qoyulmuş.